Mələkimlə də əleykim deyərlər. Nə bu? Mən əl qaldım. Mənə əl qaldı. Mənə əl qaldı. Sənə bura görünür. Üstə var, nə tərə baxır bizə. Bir bu xiyarlar nə verir burada. Cınmaz bu. Yavaş yavaş. Eləmə. Bura. Eləmə. Gedirik də nə olacaq? Burada bulğun olun yavaş oldu. Ama yavaş demeyin. Ama yaxşı azdırdım ha. Fırlandırdık neyi var? Yüreğime taş düştü ya, bu neydi? Ay hoca. Ya sen süren adamın arkasındasın, en narahat olma. Yo, ona göre demem. Benim akşam ayağım değil. Ona göre. İt elə cumanda ayağından belə yesen qorxur, başına təpi vurmaq kimi. Təpi vurmadın ama belə yanından belə elədim. Hala burada sürerek göre. Qorxdu. Yok, sende ne var? Daha hiç bilemezsen. Burayı hiç gibi değil onlar. Nədir? Yetim özüne geldi ya, netim aldı böyle getiriyor bu. Sağa? Arda geldi. Ha, tamam. Oy, ne boyda da bu? Moskit boyda değil. Benzin var, yarı baktı. Ara gazla azaldıram, narahat olma. Ara gazla azaldıram diye bir problem olmayacak. Ama ki yüksek seslerde ara gazla azaldığında o motora şey değil ya. Yok, hiç birinde eylemir. Yalan söhbətdir. Ben de YouTube'da görmüştüm. Kişi diyor ki ara gazla şey azaltma motora ziyan. Çok iyi onu diyen. Mən də heç vaxt ziyan eləməyib mənim motosikletlərimə. Burada değilsin bunu. Bəli. Murad bəy, düşə bilərsiniz zəhmət olmasa. Ha? Əlimlə şuna. Açar verdi sənə. Aha, məndədir. Açar məndə olmasa onsuz yolda sönərdi ki bu. Prosta mənə bax, o itlə biz necə qayıdacaq ora? O itin yanına necə qayıdacaq? O Şey eləməyəcək. 100%. Bəyək dayını dişləyirdi gözümün qabağında, çiyniyirdi dayını. Görmədin nətər cumdular onun üstünə. Kim Moykaya yaparaq bunu? Mən pulunu mən verim, gelib duyarım. Yox, istidir motor. İsti motoru soymağın gözləməcə istoriya olacaq. Soysun, biz onunla video çəkən o soyuyacaq da. Gəl belə yeyək, söhbətin başını buraxaq. Bunu incələməsini çəkməyə başlayaq. Nə deyirsən? Olar. Olar. Telefonu ver, mən yandırım qoşum. Ya bəlkə biraz arkaya çəkək, burada maşınlar qoyun. Yox, dönür də. Hamısı dönür normal adam balası kimi. Gəl. Söndürmədin interkomu. Bax, sönübdür. Herkese salam. Bugün karşımızda Zontest U125 modeli var. Takipçimin dayısının motosiklidir, Murad'ın dayısının motosiklidir.
göründüyü qədərilə keyfiyyət deyilən və yada düşən motosikildir. Aşağı mən hara qoydum? Ha, buradadır. Tamam. Buranı basırıq, atdırıq. İnjektora qoşuruq. Muftanı basıb elə xordamaq lazım bu. Nə qədər neytrallı olsa xordanır. Motosikildə bir iki problem var, ona görə onlar bir detaylı şəkildə danışacağım. Amma Murad bir dənə bunun səsini qulaq asılsın bizə. Biraz da. Gözəl. Arxa disk tormuzda ABS var arkada. Var. Arxa disk tormuz tək diskli, qabaqda disk tormuz tək diskli. Tellərlə disk qoyulub. Nəyə görə? Bu Enduro modeldir. Söndürə bilərsiniz, çox istəməsin, benzini getməsin. Enduro modeldir. Bununla, yəni gördüyümüz kimi off-road mərkəzinə gəlmişik həqiqətən. Mərdəkan Maçdağı arası Ləhik bağları deyilən yerdəyik. Tamam, söndür özünü. Atar biraz uzaqlaşan kimi belə bir effekti var bunun. Vid olaraq şəhərdə sürə biləcəyiniz bir şeydir. Vid olaraq toya bayrama gedə biləcəyiniz bir şeydir. Vid olaraq dağa, dənizə, yasa da gedə biləcək bir şeydir. Yəni çox möhtəşəm bir stilə sahibdir deyə düşünürəm. Zontes U125. Zavoddan 125 kubla gəlmişdi bu əslində, amma Muradın dayısı dediyinə görə 155 kuba keçirilib. Motosikildə hal-hazırda bir neçə problem var. Məsələn, qabaq tormuz nakatka dəyişməlidir, arxa nakatka dəyişməlidir, rasxorniklərdir. Bunlar olan şeylərdir. Güzgülər biraz nəsə mənə nito gəldi. Əslində mənim boyuma görə bəlkə də motosiklet balaca olduğuna görədir. Bilmirəm, amma video olaraq həqiqətən gözəldir. Hal-hazırda başqa... Yüzüzdürəndə daha babat görsən. İnşallah yuyular. Hal-hazırda təkərlər dəyişməlidir. Qabaq amortizatorda yağ buraxmağı var. Nəyə görə bu pis şeylərini sayıram, sonra da başa düşəsiniz zaten. Yağ yandırmağı var, klapanlar səs edir, 45.000 km-də demək olar ki 44-45 belə olmalıdır. Arxa təkər dəyişməlidir, hava buraxır. Nakratkalar dediyim kimi yoxdur, jitkislər yoxdur. Yağı axırıncı dəfə nə vaxt dəyişib Allah bilir. Orasından burasından yağ axıtmağı var. Yəni motosiklet baxdığınız kimi çox, necə deyim, ilgisiz qalmış. Yəni motosikletə heç bir qulluq olunmayıb demək olar ki, amma ona rəğmən bu yollarda səhərdən axşama çapılır və göz qabağındadır. Duruşunu itirməyib, amma zaten yağ buraxsa belə keyfiyyətini itirməyib. Bayaq itdən qaçdıq 2 dəfə, nə bilim off-road elədik, tullandıq, düşdük 2 nəfərlə hətta, yəni tək deyildim. Ona rəğmən motosikl heç narahat hiss etdirmədi. Yəni düşünün ki, amortizatorlar və təkərlər heç uyğun şəkildə deyil, hal-hazırda biraz keyfiyyətdən itirib. Keyfiyyətdən ödünç vermişik, belə deyək. Siz bu motosiklet haqqında nə deyə bilərsiniz? 6 skorusdur, su soyutmalıdır. Bunlar zaten hamısı internetdə axtaranda bilinən bir şeylərdir. Yəni tam onu deyə bilərəm ki, yəni off-road motosikletdə, yəni gətir burada sür, heç nə olmayacaq. Yəni maksimum deyə bilərəm. Bayaqların təkəri falan uyğun olmamasına baxmayaraq, slalom elədim biraz asfaltda. Sürdüm, 2 nəfərlə slalom eləyəndə belə. Döngədə məsələn qabağıma yağ çıxdı, yağdan qaçırmaq üçün döngədə, yəni sərt yatırmışdım döngəyə. Orada belə bir problem yaşatmadı mənə. Nəyə görə onları göstərə bilmirəm sizə? Çünki kamera sönlüymüş. Əslində sönlü deyil də, mikrofon işləmirmiş nəsə. İnşallah ki, indi işləyir. Yəni işləmirsə 3-cü dəfə çəkməyə xoşum yoxdur yeni şeyləri. 1 saat. Plus bateriykam da çatmayacaq, bir dənə bateriyka gətirmişəm. Bizə zaman həmin itdə oradadır. Salam əleykum. Öpürəm səni çoxlu. Gəl bura sənə təpiyib dən gezdirək təzədən. Şaka kanka, şaka yaptık. Ne olacak ki? Muftası sürüşkən mufta deyil, normal sadə bildiyimiz bu muftadır. TCS, ECP falan belə bir şeylər var bunda, yoxsa? Biri var, o... TCS? Hə. TCS var, okey. Çox elektronik sistemləri falan var, göründüyü kimi açarsız kodlanır. Bastıq, kilitdən çıxardı. İnjektoru atdıq. Səs yanandan sonra mufta ilə bir yerdə kodluyoruz. Ayarlana bilən tormuz maneti var burada göründüyü kimi. Mufta da eyni ayarlana biləndir. Miqat buradadır. Avrenli var, yəni 4'lülər deyək. Sola powertnik, sağa powertnik, üstündən basılır. ABS də var.
ABS 100% olmalıdır bu motosikletdə. Elektronika bu qədər şeylər varkən ABS olmamağı şaşırtar zaten. Signalıdır, kodlamaqdır. Bunlar da yəqin ki mod dəyişmələrdir. Biraz özündə də modlar var yəni. Sən zəhmət olmasa işığı yandır, miqat göstər mənə. Avarinliləri yandır. Avarinliləri yandır. Qəşəng. Özün durur orada, sürür. Qəşəngdir, gözəldir. Bir dənə də arxadan göstəriş verək. Qəşəng. Nömrənin düşməyə problem olmaz. Nömrənin düşməyə problem olmaz videoda. Bir dənə özümüzə çəkə baxaq. Titrəməyə normaldır, tək silindirdir. Deyirəm bəlkə bir dənə tək off-road edeyim, amma o üst qatızda verir. O üst bura gəlsən qabağını al da zəhmət olmasın. Təkərin altına qalmasın, əzlər yazır. Zumazaq axır. Zumazaq axır. Nətər baxır. Bunlar da türkü dükanı deyirlər, nə deyirlər. Əsasən bataqlıqlarda bitən şeylərdir. Sizə də belə bir məlumat vermiş olum da. Oranı gedib gələcəm. Qalsıq olmağına baxmayaraq, təkər pis olmağına baxmayaraq. Əladır da qardaş, əladır, ləzzət edir. Bu motosiklet mənim motosikletimdən çox yumuşaqdır, çox rahat. Mənim motosikletim nə qısırsın ki? Biraz da sporta meylliliyi var. Amma bu bildiyimiz kimi off-road meyilli motosiklet. Yəni bu boyda daşların üstündən gedirəm, amma heç bir problem yaşamır mənim. Bataryamız azalır, çalışmayır. Formuz taksim yoxdur da motosiklet, amma ona rəğmən qorxmadan sürürəm. Nəyə görə? Keyfiyyət qardaş. Çinin ən keyfiyyətli motosikletlərindən hesab olunurdu bu Zontes motosikleti. Son vaxtlarda Azərbaycanda adı sönmüş olsa da xaricdə, Avropada falan qan edən bir modeldir. CF motordan xaricdə qan. At bunu bir dənə zəhmət olmasa. Sən bu tipsiz sifətini görsən qızlar bəlkə aşıq olarlar yiyəndə. Məleykim salam. Məleykim nə də? Əleykim deyərlər. Qoyaq yerinə. Bir dənə teyzəsi var idi bəs bunda. Sürüş deyil, sürüşür. Bəs bunda teyzəsi var idi hə. Təkər izinə bax orada. Yox deyirəm, bəs teyzəsi var idi bunda sürüşməyin qabağına alın. Çəkib. Söndürürük, basılı saxlayırıq. Tık, elə də kilitləndi. Sağ salamat. Və yaxud da ataq bunu. Bundan açarı uzaqlaşdırında belə, açar məndədir. Bundan açarı uzaqlaşdırında belə özü-özünü söndürür. Bir dənə miqatı yandırır zəhmət olmaz. Yox, avvəlinlə miqat dedim taşır. Baxın, özü sönəcək avtomatik. Mən uzaqlaşıram yavaş-yavaş. Səhv eləmirəmsə 10 dəfə siqnallayır, ondan sonra sönür. Gözəldir. Duqalar orijinaldır, yoxsa? Nə? Duqalar orijinaldır, yoxsa? Yox, onu sonradan düzəltmişik. Tamam, vid verir almaq, qəşəngdir. Həm də qoruyur. Bunlar biz dənizə gedən vaxt motosiklet yıxılmışdı həmin tərəfə, bu tərəfə. Aha. Bunlar bir dənə səhv eləmirəmsə bu çıxmışdı. Bir dənə bu çıxmışdı, qalan hamısı qalmışdı. Qoruyur, qəşəng, gözəl. Bu motosikletin tək mənfisi nədir?
zapçasının tapılmamağıdır. Məsələn, Amma zakaz dözümlüdür. versə belə, yəni yoxdur da, yəni gec tapılır. Məsələn, bir aydan bir gəlir, yəni şeyləri. Sifariş versə belə bir ay sonra, 2 ay sonra gəlib çıxır. Biz bajajda zakaz verəndə 6 aya, 7 aya gəlirdi zapças. 6-7 aya. Mən bu işin içinə girdim. 7-15 günə gətirirəm zapçasları. Halaldır. Bajaj, Yamaha. Belə bir adam lazımdır. Bu zontes işinə girişsin, Çindən gətirsin bunu zapçaslarını, amma orijinalları. Görün nə edirsiniz. Bazar boşdur. Sizə belə bir biznes fikir verirəm. İşləyin, pulunuzu qazanın da qardaşlar. Orta qədəş mən gətirəcəm zarafat edim. Nə edirik? Belə videoların davamını gəlməyini istəyiriksə, videoya bomba kimi like atırıq, abunə oluruq, yorumlar, videonun başdan sona izləmə falan, bunlar hamısı bizə dəstəkdir təbii ki. Bizi motivasiya verir, bizə motivasiya verir, bizi motivasiyalandırır deyək. Nəysə. Orasını sizə... Bu nədir qaqaş? Bilmən. Nə? Bu, mən əl qaldım. Mənə əl qaldır. Mənə əl qaldır, sənə. Gəl bura görünür. Üstə var, nəsələ baxır bizə. Bir bu xiyarlar nə qarır burada. Mən oradan getməliyəm, o avtobusa tərəf. Gələcəyik. Yiyəcək o məni. Nəsə, şit zarafata yazıydım da, başım bıraq. Nə edəcəksin? Yiyəcək məni dedim axı. Aha. Şit zarafata yazıydım, başım bıraq. Söhbət tutanlar yorum yazsın, görə nə tutdular. Həli. Muftaya öyrəşən kimidir? Qorxaqsın sana. Səbir ol. Ha? Bas sönəcək qasız. Muhtarın bas birinci skor. Gör, neytral atdım. Ehtiyac yoxdur. Belə ayağın birdə də olsa atmağa ehtiyac yoxdur. Noşka açıq bağlıdır. Ha. Birdə də xodlan. Muhtarın basırsan. Muhtarın basmasan xodlanmayacaq. Basıb saxla. Mənim motosikletlərim hamısı təzə olub deyə, basan kimi götürür deyə heç əziyyət çəkmirəm. Bunun muftası da gec ayrılır falan, ona görə biraz öyrəşməyə vaxt alacaq. Sağ olun.